Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün 5 çətin sual sırf olaraq MIQ model tərzində olan sualları sizlərə təqdim eləyəcəm. Aydın məsələdir ki, imtahanda aşağı-yuxarı 15-17 düzə hər kəs yazır. Yerdə qalan sırf olaraq o 2-3 dənə qayda sualı var ki, onlar çətin və vaxt aparan tipdə olur. Bu video sırf olaraq həmin sualların izahına həsr olunub. İzaha keçmədən öncə kanala abunə ola bilərsiniz. Əlavə edeyim ki, bizim 3 aprel tarixində, yəni dünən ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən yeni onlayn qruplarımız dərslərə başladı. Dərslər həftənin 2 günüdür, 1-ci və 4-cü günlər 20:00-da dərslərin keçirildiyi vaxtdır və bundan əlavə olaraq hər həftənin bazar günü sırf olaraq mətnlərin canlı yayımından ibarət dərslər təşkil olunur. Yəni ümumilikdə həftənin 3 günü dərslər təşkil olunur. Tam ətraflı məlumat və dərslərin gedişatı, ödəniş haqqında məlumatlar üçün 055 418 8202 ekranın yuxarı hissəsində gördüyünüz telefon nömrəsi ilə bizə WhatsApp-dan yaza və ya zəng eləyə bilərsiniz. Gəlin vaxt itirmədən keçək sualların izahına. Birinci sualdan başlayaq. Hansı variantda altından xətt çəkilmiş sözlər eyni nitq hissəsidir? Burada altından xətt çəkilən sözlər olmasa da eyni sözlərə baxıb əslində məntiqlə yazmaq olardı. Xəttləri çəkməyi unutmuşuq. A-da yənidir. B-də baxın hətta sözləri var. C bəndində təki sözləridir. D bəndində halardır. Y bəndində də eyni sözlər hansıdır? Ancaq sözləridir. Yəni Sultanəli böyük qoşunla gəlib. Buradakı yəni sual ədatıdır. Ədat. Rasim yəni bu işdən, yəni dostum. Yəni burada özündən əvvəl vergüllə gəlib bağlayıcıdır, aydınlaşdırma bağlayıcısıdır. Yazdıq bura bağlayıcı. Yəni müxtəlifdir. Hətta Mirağa dərənin o biri üzündə tonqal da qalanmışdır. Cümlənin əvvəlində işlənən hətta bu məqamda ədat kimi işlənir. Cümlə ortasında özündən əvvəl vergüllə işlənən hətta isə bağlayıcı mövqeyində işlənir. İndi sahib, Kərəm, hətta Vəli də. Baxın, sadalanma komponentinə də sahibdir bağlayıcı olan hətta. Yəni fərqli nitq hissələrdir. Təki həmişə şadlıq olsun. Buradakı təki arzu ədatıdır. Yerin təkinə enmək lazım deyildir. Yerin təki ifadəsindəki tək sözü isə bu isimdir nitq hissəsinə görə və yerin mərkəzi mənasını verir. Deməli, buna biz isim deyə bilərik. Birdən məni unudarsınız, ha. Ha burada ədatdır. Ha ədatı həm qüvvətləndirici, həm də əmr ədatı mövqeyində çıxış eləyə bilir. Baxın, Yaqutu imtahandan kəsmə, ha. Bu cümlədəki ha-dan əvvəl gələn kəsmə feilin əmr şəklində olduğuna görə bu əmr ədatıdır. Özündən əvvəl əgər feilin əmr şəklindən başqa istənilən bir söz gələrsə, ha olur qüvvətləndirici ədat. Məsələn, unudarsınızdakı ar qeyri-qəti gələcək zamandır. Yəni xəbər şəklində olan bir feildir. Ona görə də ha olacaq qüvvətləndirici ədat. Yəni qüvvətləndirici ədat olur. Bura yazıram qüvvətləndirici ədat. Nitq hissəsi baxımından buradakı ha da ədatdır, bu hissədəki ha da ədatdır. Ədatın öz tərkibində məna növləri dəyişə bilər, amma eyni nitq hissəsidir hər ikisi. Ona görə cavabım D variantıdır. Ancaq atam bu qapını aça bilir, yalnız atam bu qapını aça bilir. Buradakı ancaq ədatdır. Təkərləri bir yerə yığdıq, ancaq istəyən olmadı. Amma istəyən olmadı ilə əvəz eləyə bilərəm. Qarşılaşdırma bağlayıcısı özündən əvvəl də virgüllə işlənib, deməli bağlayıcı olduğunu təsdiqlədik. Yenə burada da nitq hissələri fərqlidir. Doğru cavabımız olacaq D variantı. Davam edirik ikinci sualdan. Hansı sözlərin tərkibində qrammatik şəkilçilərin sayını dəqiq demək olmur? Yandırdım ifadəsində biri var, deyirəm ki, mən işıqları yandırdım. Bu tipli ifadələrdə çalışın ki, sual verərək həll eləyin. Mən nə etdim? Nə et sualın özüdür. Tərkibindəki di zamandır mı, şəxsdir. Eynisini qeyd edirəm burada. Yanmaqdan yandırmaq əmələ gəlir. Biri var, deyirəm ki, mən işıqları qoy, mən yandırdım. Yəni kiməsə yandırdım, kiməsə elətdirim. Mən nə edim? Burada yandırtmaq feili olur artıq. Bir dənə im qrammatikdir, görürsünüz. Deməli, imdən əvvəlkilərin hər biri leksik olacaq. Yanmaqdan yandırmaq, ondan yandırtmaq əmələ gəlir. Yəni, burada qrammatik şəkilçilərin sayını dəqiq demək olmaz. 2 dənə də ola bilər, bir dənə də ola bilər. Biri götürürəm.
Başladım ifadəsi eynidir. Baxın, biri var deyirəm ki, mən testləri həll eləməyə başladım. Sual verirəm, mən nə etdim? Buranı təmizləyək. Nə etdim? Nə et sualın özüdür. Tərkibində olan di zaman m şəxsdir. Eyni ilə qeyd edirəm. Başdan başlamaq əmələ gəlir. Bir də var deyirəm ki, icazə verin, məclisi mən başladım. Mən nə edim? Özüm özümə əmr eləyirəm. Nə edim də nə et sualdır. İm var burada bir dənə. Feilin əmr şəklinin şəxs sonluğu. Eyni ilə başladığımdakı imi qeyd eləyirəm. Deməli, başdan başlamaq, ondan başlatmaq əmələ gəlir. Yəni, burada da 2 qrammatik və ya 1 qrammatik kimi düşünmək olar. Dəqiq sayını müəyyən eləyə bilmirəm. Saxladım. Saxladım ifadəsində biri var deyirəm ki, mən tutaq kitabı əlimdə saxladım. Yenə sual verirəm, mən nə etdim? Nə et sualın özündə di qrammatik, m qrammatik qeyd eləyirəm. Saxlamaq da sözün kökü olur. Sax sözü yoxdur dilimizdə. Bir də var ki, kimisə mən saxladım, özüm özümə əmr eləyirəm. Mən nə edim? Nə edim deyə bilirəm. İm əmr şəkli kimi düşünmək olar. Saxlamaqdan saxlatmaq feili kimi. Yenə burada 2 qrammatik və 1 qrammatik kimi düşünmək olar. Yəni dəqiq deyil. Oxutdum. Baxın, oxutdum ifadəsində yalnız nə etdim sualını vermək olar. Oxumaqdan, oxutmaq, oxutdu, oxutdum. Burada ikinci forması düşünülə bilməz. Azaltdın. Fikir verin, eyni. Azdan azalmaq, azaltmaq. Burada artıq tığlar qeyd olunub deyə, bu bir formada düşünülə bilər. Sən azaltdın, sən nə etdin formasında. Əgər tığ olmasaydı tərkibində azaltdın ifadəsində tutaq ki, azaldın olsaydı, o zaman nə etdin, azaldın, d və n, bir də azaldın, nə edin kimi 2 cür düşünmək olardı. Və ya oxutdumda tığ olmasaydı, oxudum formasında olsaydı, əmr kimi mən oxudum, mən nə edim, umu bütöv götürə bilərdim, oxumaqdan oxutmaq. Yox, əgər mən oxudum, nə etdim sualında oxumaqdan oxudu, oxudum. 2 cür düşünmək olardı. Yəni, hər ikisinin tərkibində əslində burada t-nın olması onları parçalamamağımıza, daha doğrusu 2 cür düşünməməyimizə səbəb olur. Deməli, 1, 2, 3 doğru cavabımız olacaq A variantı. Davam edirik 3-cü sualdan. Hansı cümlədəki vergül fərqli məqsədlə işlədilmişdir? Mənim mənə ən yaxın sirdaşımdır gecələr, içimə damcılayan göz yaşımdır gecələr. Sirdaşımdır, nədir sirdaşımdır, nə gecələr? Baxın, burada bir mübtəda bir xəbər var və vergül qoyulub. Aşağıya baxıram, nədir göz yaşımdır, nə gecələr? Burada da bir mübtəda bir xəbər var. Deməli, bu vergül 2 sadə cümləni bir-birindən ayırır, yəni tabesiz mürəkkəb cümlənin tərəfləri arasında qoyulan vergüldür. Hərə öz ömrünə bir cürə baxmış, hərə bu dünyanı bir cürə anlar. Yəni, baxmışdır ixtisar olunub. Nə etmişdir? Baxmışdır. Kim hərə? Nə edər? Anlar. Kim hərə? Eyni tipdə burada da hər cümlənin öz mübtəda və xəbəri var. Yəni, bu hissədə qoyulmuş vergül sadə cümlələri ayıran vergüldür. Yəni, A ilə B bir-biri ilə tamamilə üst-üstə düşür. Alışıram gecələr masa arxasında mən, saçlarım da ağarır qəlbimin atəşindən. Bax, alışıram, nə edirəm? Alışıram. Kim alışır? Mən. Ağarır, nə edir? Ağarır. Nə ağarır? Saçlarım. Yəni, hər iki tərəfin öz mübtəda və xəbəri var. Deməli, bu hissədə qoyulan vergül yenə 2 sadə cümləni fərqləndirmək üçündür. Şirin xatirələr gözüm önündən gah ağlayıb keçir, gah gülüb keçir. Nə edir? Ağlayıb keçir. Baxın, nə ağlayıb keçir? Xatirələr ağlayıb keçir, xatirələr gülüb keçir. Burada bir mübtəda, 2 xəbərə aiddir. Yəni, buradakı vergül həmcins xəbərlərin, yəni sadə üzvlərin vergülləridir. Cümlə üzvlərinin 2 sözün arasında qoyulan vergüldür. Başa düşdünüz? Biri var ki, vergül cümlələr arasında olan vergül. Bir də var cümlə üzvlərinin arasında olan vergül. Bu nümunədə cümlə üzvlərinin arasında qoyulan vergüldür. Yəni, D bəndi digərlərindən fərqlənir. Uşaqlıq şəklimə hey baxıram mən, illər xəyalımdan süzülüb keçir. Nə edirəm? Baxıram. Kim baxır? Mən. Nə edir? Keçir. Nə keçir? İllər. Fikir versəz, yenə də hər iki tərəfin öz mübtəda və xəbəri var. Deməli, bu vergül sadə cümlələri bir-birindən ayırmaq üçündür. Yəni, ABC variantlarında, üstəgəl qoyduqlarımda 2 sadə cümləni ayırmaq üçün tabesiz mürəkkəb cümlənin tərəfləri arasında qoyulan vergüldür.
Amma D variantında bu vergül isə sadəcə cümlə üzvlərini ayırmaq üçün. Yəni biri var cümlələri ayıran vergül, bir də var cümlə üzvlərini ayıran vergül. Deməli D bəndinin məqsədi fərqlidir. 4. Dördüncü sualın izahına keçməmişdən qabaq bir daha qeyd eləyək ki, aprelin 3-də bizim onlayn qrupla sırf olaraq ibtidai sinif müəllimlərinin Azərbaycan dili üçün qrupumuzda artıq yeni dərslərimiz, yeni qruplarımız fəaliyyətə başlayıb. Dərslər həftənin 3 günü, 1-ci 4-cü günlər 20:00-da keçirilir. Bir də bazar günü sırf olaraq mətnlərin canlı yayımından ibarət dərslərimiz təşkil olunur. 055 418 8202 nömrəsi ilə dərslər haqqında tam ətraflı məlumat əldə edə bilərsiniz. Cümlələrin birindəki bu işarənin yerinə artırılacaq söz mübtəda kimi çıxış eləyə bilməz. Yəni biz cümləyə gördüyümüz işarənin yerinə mübtəda qoymağa çalışmalıyıq. Elə bu ərəfələrdə itir. Nə edir? İtir. Nə itir? Məsələn, elə bu ərəfələrdə kitab itir. Nə itir? Kitab. Yəni bundan əvvəlki hissə açığı bizə lazım deyil. Biz sadəcə xəbərə mübtəda artırmağı bacarmalıyıq. Əvvəlki isə sadəcə bizim fikrimizi qarışdırmaq üçün istifadə olunur. Biz itirin əvvəlinə çox şey qoya bilərik. Məsələn, mən deyirəm, kitab itir. Bədbəxt bu an yerə girmək istədi və bunun üçün fikrində öz arvadını günahlandırdı. Nə etdi? Yerə girmək istədi. Kim? O. O bədbəxtlə ifadə olunub. Bədbəxt o deyə bilməyəcəyim üçün məsələn deyə bilərəm ki, bədbəxt usta. Kim? Usta. Hansı usta? Bədbəxt usta. Bu an yerə girmək istədi. Mübtəda artırmaq olar. Bu da mümkündür. İndi ki onun xoşuna gəlmişdi. Onun xoşuna gəlmişdi. Nə? Bu. İndi ki bu onun xoşuna gəlmişdi. Demək olar. Yəni bu da uyğundur. Bəzi işlərində yardım edildi. Bəzi işlərdə yardım edildi. Nə edildi? Yardım edildi. Nə yardım edildi? Baxın, bu hissəyə nə qədər çalışsaq biz mübtəda qoya bilmərik. Ona görə cavabımız olacaq D variantı. Gecənin tənhalığında yox idi. Yox idi. Nə yox idi? Məsələn, gecənin tənhalığında açıq dükan yox idi. Mağaza yox idi. Market yox idi. Yazıram. Market yox idi. Nə yox idi? Market. Burada mümkündür artırmaq. Amma burada yardım edildi. Etməkdən edilmək feili. Bu il şəxsiz növ feil əmələ gətirir. Şəxsiz növ feilin də mübtədası olmur. Mübtədası olmadığı kimi də bərpa eləyə də bilmirəm. Ona görə də cavab D variantı olacaq. Hansı cümlədə fərqləndirilən hissələr həmcins cümlə üzvlərinin ifadə vasitələridir? Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. Nə edirdi? Alovlanırdı. Nə alovlanırdı? Təkrar cəbhəyə qayıtmaq arzusu. Nə vaxt, nə zaman alovlanırdı? Sağaldıqca alovlanırdı. Qüvvətə gəldikcə alovlanırdı. Baxın, müstəqil zərfliklər hər ikisi xəbərlə əlaqəyə girir. Demək ki, A bəndi doğru variantımızdır, uyğun gəlir. Anam danışdıqca mənim ürəyim genişlənir. Nə edir? Genişlənir. İftixar hissim alovlanırdı. Nə edirdi? Alovlanırdı. Baxın, genişlənirdi nə? Mənim ürəyim. Alovlanırdı nə? İftixar hissim. Bu cümlədə hər xəbərin öz mübtədası olduğuna görə həmcinslik yoxdur. Ona görə B-ni götürə bilmərəm. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verəndə səbirlə cavablayırdım. Nə edirdim? Səbirlə cavablayırdım. Nə tərzdə səbirlə? Nə vaxt, nə zaman? Şəhərimizdən suallar verəndə. Baxın, hər biri anda, əndə feili bağlamasına aid olduğuna görə burada bütövlükdə olacaq. Feili bağlama, tərkibi, zəflik vəzifəsində. Yəni, burada biz müstəqil üzvlər götürə bilmərik. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan sözlərini. Hər biri feili bağlama tərkibinə daxildir. Yəni, bu uyğun deyil. Nəsrəddinin uca boylu, zabitəli bir həkimi var idi. Var idi nə? Nəsrəddinin həkimi. Baxın, yəli mənsubiyyət bütövlükdə olacaq. İsmi birləşmə. Yəni, uca boylu və zabitəli sözləri burada müstəqil bir cümlə üzvü kimi götürülə bilməz. Ona görə D də olmaz. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdı. Nə edirdi? Tovlayırdı. Nə vaxt, nə zaman tovlayırdı? Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda, fikir verin, yenə anda, əndə feili bağlama tərkibinə daxil olan xəstələr və bacılar sözləri müstəqil bir cümlə üzvü olmayacaq. Yəni,
Bu da uyğun deyil. Burada uyğun olan variantımız A bəndi olacaq. Bu videonun da sonuna gəldik. Siz də əgər bizim dərslərimizlə maraqlanırsınızsa 055 418 82 və 02 telefon nömrələri ilə bizlə əlaqə saxlayıb ibtidai sinif müəllimlərinin hazırlığı üçün məşğul ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.